Bunlar kısaldılıp bunun üstüne vurulacaq. Hansı ki qurpçun varid olunacaq. Düzdür, balacalaşdırılacaq, kiçildiləcək, amma buradan biri sağdan, biri soldan olması için bu təkərlər 4 dənədir, 4'ü də onun altından sağdan və soldan vurulacaq. O qalxacaq bu qədər yuxarıya. Yuxarıda olacaq ora-bura getməsi için. Bu onun katelnisidir. Hamısı əllə yığılıb, əllə düzəldilib. Bunların heç birisi tokar aparatında yığılmayıb. Düzəldilib. Belə bir vəziyyətdə içərisində zamok etmişik. Buradan bir bolt koymuşuq zamok üçün. Külxanasıdır. Külxanası da buradan tökülüb. Bura töküləcək. Hansı ki, bura töküləndən sonra buradan aşağıdan dırmıqla götürmək mümkündür. Hansı ki, dırmıqla buradan külxanasından rahatça külü götürmək mümkündür. Buradan tökülən külləri buradan yığmaqla üstünə vurub eləsinə. Rahat. İstədiyim vaxtda bu hündürdə olacaq təbii ki, hələ ustanovka olunmayıb. Bərkidiləcək. Bağlanır. Bu bunun qapağıdır. Qapağı belə hazırlanıb. Hissə verilib ki, əvvəlcədən quraşdırılmamış. Hissə verilib ki, qoy qaz qoxusu gəlməsin. Üstünə dəmir qoyulacağı 28 sm yarım dairə. Onun üstündə tava yeməkləri pişirməsi için istifadə olunmalıqda bu onun üstünə örtülür və belə bir vəziyyətdə hələ ki şkulkalanmayıb. Bu dəmirlər şkulkalanacaq, sonra rəylənəcək. Vəziyyətdə gözəl bir şey alınacaq. Bu onun üstündə olanda belə bir vəziyyət, belə bir gözəl bir şey alınacaq. Həm də hündürdə olanda onun qulpu buradan gələndə daha möhtəşəm bir şey alınacaq ki, buradan hansı ki qulp olacaq və burada bir dənə saat qoyacaq. Saatın yeri də burada olacaq. Saat da hazırdır ki, artıq saat alınıb. Onun dərəcəsinin temperaturunu ölçmək üçün. Bu qədər tamamlayaq. Tamamladıktan sonra sizə bunu dostlar göstərəcəyik. Tamamını inşallah gözəl çıxar.